Yer kürəsi necə yaranıb və milyardlarla il ərzində onun başına nələr gəlib? İndi yaşadığımız dünyaya qədər uzanan uzun və maraqlı bir tarix var. Gəlin düşüncəmizdə təxminən 5 milyard il geriyə qaydaq. O zaman yer hələ mövcud değildi, amma artıq yeni bir ulduz, Günəş formalaşmışdı. Onun ətrafında saysız hesapsız kosmik toz fırlanırdı. Məhz hər şey də buradan başladı. Kosmik boşluqda dolaşan xırda daş parçaları yavaş-yavaş bir-birinə yaxınlaşdı. Bu proses sadə görünsə də, milyonlarla il davam etdi. Cazibə qüvvəsi onları birləşdirirdi. Təxminən 4,5 milyard il əvvəl yer kürəsi formalaşmağa başladı. O dövrdə planet tamamilə alov içində idi. Temperatur 1200 dərəcədən də yüksək idi. Nə hava vardı, nə də bərk səth. Hər yer ərimiş lavadan ibarət idi. Elə həmin dövrdə gözlənilməz hadisə baş verdi. Mars ölçüsünə yaxın olan və Theia adlandırılan gənc planet saniyədə təxminən 15 kilometr sürətlə yerə çırpıldı. Bu toqquşma inanılmaz dərəcədə güclü idi. Bir müddət sonra yer ətrafında halqa yarandı və diametri təxminən 3000 kilometr olan Ay formalaşdı. O zaman Ay yerə indiki ilə müqayisədə çox yaxın idi və yer sutkası cəmi bir neçə saat çəkirdi. Daha sonra gənc yerə saysız hesapsız meteoritlər düşməyə başladı. Bu hadisə milyonlarla il davam etdi. Hər bir meteorit az miqdarda su daşıyırdı. Zamanla bu su yığıldı, yer səthi soyumağa başladı və temperatur təxminən 70 dərəcəyə düşdü. Buna baxmayaraq, planetin daxili hissəsi hələ də çox isti idi və lava axınları davam edirdi. Bu sular sonradan yer suları adlandırıldı və bugün istifadə etdiyimiz okeanların əsasını təşkil etdi. Ayın güclü cazibəsi səbəbindən okeanlar əvvəlcə çox sərt və dağıdıcı idi. Zaman keçdikcə ay uzaqlaşdı, sular sakitləşdi və yer fırlanmasını yavaşlatdı. Yaranmasından 700 milyon il sonra planet demək olar ki, tam okeanla örtülmüşdü və yalnız kiçik adalar mövcud idi. Bu adalar vulkanların suyun altından püskürməsi nəticəsində yaranırdı. Lava su ilə təmasda tez soyuyur və bərkiyirdi. Beləcə, ilk vulkanik adalar meydana gəldi. 3 milyard il əvvəl meteoritlər hələ də yerə düşürdü. Onlar təkcə su deyil, həm də müxtəlif kimyəvi maddələr gətirirdi və bu maddələr okeanların dibində reaksiyalara girirdi. Bu kimyəvi proseslər nəticəsində ilk mikroskopik canlılar, tək hüceyrəli bakteriyalar yarandı. Bu, yer tarixində dönüş nöqtəsi idi. Uzun müddət bu canlılar dəyişməz qaldı. Sonradan onlar birləşərək stromatolitlər yaratdı. Günəş işığından istifadə edən bu canlılar karbon qazını parçalayaraq enerji əldə etməyə başladılar. Bu proses nəticəsində okeanlara və daha sonra atmosferə oksigen daxil oldu. Oksigen metal və lava qalıqları ilə reaksiyaya girərək yeni maddələr yaratdı. Məhz stromatolitlər sayəsində yer atmosferi formalaşmağa başladı. 2 milyard il ərzində oksigen səviyyəsi artdı, yer günü uzandı və planet həyat üçün daha əlverişli hala gəldi. Bu dövrdə yer səthində böyük dəyişikliklər baş verdi. Yer qabığı parçalandı, plitələr hərəkətə keçdi və ilk qitələr formalaşmağa başladı. Hələ həyat yox idi, amma hər şey hazırlanırdı. Vulkanlar aktiv idi, karbon qazı havaya buraxılırdı və yer daim dəyişirdi. Lakin bu vəziyyət əbədi olmadı. Yer nüvəsi hələ də isti idi və vulkanlar karbon qazını atmosferə buraxmağa davam edirdi. Qaz atmosferdə toplanaraq istilik saxlayan bir təbəqə yaratdı. Təxminən 15 milyon il davam edən bu prosesdən sonra buzlar əriməyə başladı və planet yenidən canlandı. Buzların əriməsi ilə okeanlarda oksigen artdı. Yalnız dərin sularda yaşayan bakteriyalar sağ qaldı və məhz onlar təkamül edərək
ilk mürəkkəb canlılara çevrildi. Yumşaq bədənlilər, qurdlar və trilobitlər ortaya çıxdı. Okeanlar həyatla dolmağa başladı. Bu canlılar hələ quruda yaşaya bilmirdi. Səbəb isə günəşdən gələn güclü radiasiya idi. Zamanla okeanlardan çıxan oksigen yeni bir qaz, ozon yaratdı. Ozon təbəqəsi yer ətrafını bürüyərək radiasiyanı udmağa başladı və quruda həyat üçün şərait yarandı. Təxminən 375 milyon il əvvəl ilk bitkilər quruda peyda oldu. Ardınca suda yaşayan bəzi balıqlar quruya çıxmağa başladı. Onlar üzgəçlərini ayaq kimi istifadə edirdi. Milyonlarla il ərzində bu canlılar dördayaqlı varlıqlara çevrildi və quru həyatının əsası qoyuldu. Bu dövrdə dördayaqlı canlılar artıq su mühitindən quruya çıxmağa başladı. Onlardan sonra dinozavrlar, quşlar və məməlilər meydana gəldi. Bu zaman yer üzünü milçəklər tuturdu. Nəhəng ağac və palıdlar isə sonsuz meşələr yaratmışdı. Amma bu sadəcə təbiətin başlanğıcı idi. Əgər siz də Askosmos kanalının yeni və maraqlı kəşflərini izləmək istəyirsinizsə, dərhal abunə olun və bildiriş düyməsini vurun. Gələn videolarda biz yer kürəsinin və kainatın ən heyrətamiz sirlərini sizinlə paylaşacağıq.